A few moments later. Two 2,000 years later. One eternity later. Salam millət, kanalın ikinci vlogudur və birinci videoda dediyim kimi proyekt kimi yığılmış Tidanın çəkilişini eləyəcəyik bugün. Yolda Cavid qardaşım var. Bir çoxlarımız tərəfindən tanınan maşındır, yəni güclü belə reklama ehtiyacı yoxdur. Prosta kanalda biraz fərqli olsun deyə dedim, niyə uzağa gedim, öz qardaşıma maşını çəkdim. Burada belə bir şey də var. Maşın haqqında qısa məlumat veriləcək. Yəni, JDM mədəniyyəti ilə yığılmış maşındır. Ona görə maşında sadəliyyət daha çox üstünlük verilib və qısa bir video olacaq. Salam, mənim adım Cavid. Nissan Tiida hatchbackdir, 2007-ci il, 1.6 sadə motor. Mənim maşınımın digər Nissan Tiidalardan fərqi odur ki, fərqli görünüş, fərqli rəng və fərqli dizayn. Niyə məhz JDM üslubu üçün üstünlük vermişsiniz? Yaponiya küçə mədəniyyəti, maşından çox ruh və stil. JDM üslublu tuninqdən digər tuninglərdən fərqli xüsusiyyəti nədir? Avropa tuning, komfort və şou, JDM mexanika və adrenalin. Başqaları maşın bəzəyir, JDM isə maşın sənə xarakter qatır. JDM tuninqi dedikdə ilk ağla gələn nədir? Turbo səsi, alçaq stance, yəni Passatda və Skyline JDM-in vizit kartıdır. Qarşımızda belə 2007-ci ilin Nissan hatchbacki var. 1.6 sadə mühərriklə təchiz olunub bu avtomobil. Avtomobil JDM üslubu ilə yığılıb. JDM üslubu dedikdə maksimum sadəlik, maksimum zavod belə deyək, xüsusiyyətlərini saxlamaq şərti ilə müəyyən xırda dəyişikliklər etməklə
bu vəziyyətə avtomobili gətirib çıxartmaq olar. Gördüyünüz kimi üzərində 17 ölçülü BBS disklər, maraqlı cəlb edici rəng, Passatka sistem öz sözünü deyir. Avtomobilimizin üzərində belə custom yığılmış spoilerimiz var. Əminəm ki, şəhərdə ikinci belə bir spoilerimiz yoxdur. Avtomobilimiz TKS firmasına məxsus olan egzoz sistemi ilə təchiz olunub və bu da şəhərimizin küçələrində simfoniya yaradır. Avtomobilin daxili görünüşünə gəldikdə isə bizi bu cür sadə interyer qarşılayır və bu da JDM üslublu tuningin, JDM mədəniyyətinin ən vacib və üstün cəhətlərdən, üstün xüsusiyyətlərdən biridir ki, maksimal dərəcədə sadəliyi qoruyub saxlamaq. Avtomobilin daxilində ilk gözə çarpan ötürücülər qutusunun başlığı bu cür samuray qılıncı ilə əvəz olunmasıdır. Və ən əsas məqamlardan biri olmazsa olmaz səs sistemi. Circles with my tears in the grey and black city, they can be seen. I float in the red skies like a stormy sea. People never look up, and I can be seen. I can paint the red, red circles, red circles. I can paint the red, 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 red. I can paint the red, red circles, red circles. I can paint the red, 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 red. I can paint red circles with my tears. Red circles, red circles. I can paint red circles with my tears. Red circles, red circles. This is the moment I stop worrying. This is the day I stop being afraid. This is the moment I stop. Əziz dostlar, bu ilə də video burada yekunlaşır. Sizdən rica və xahişim kanala abunə olun, videonu bəyənin, şərh bölməsində fikrinizi bildirin. Salamat qalın, görüşənədək.